Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Ümid edirəm ki, işləriniz, səhhətiniz qaydasındadır. Bugün 1 fevral tarixində olan hədəfdən 11-ci sinif üçün buraxılış imtahanını istəyirəm ki, analiz edək. Daha sonra isə 9-cu sinifi izah edib yükləyəcəm. Gəlin elə readingdən başlayaq. Uşaqlar, reading edərkən mənim sizə məsləhətim birbaşa gedib variantlar üzərində işləməyin. Yəni bu teksti ən azından belə deyim də for general information, ümumi məlumat üçün oxuyun və oxuya-oxuya da önəmli ola biləcəyini düşündüyünüz hissələrin altına xətt çəkin ki, geri dönüb bu çalışmalardakı, testlərdəki nə sizdən soruşur, onu tapmaq sizin üçün rahat olsun. Həm göz yaddaşınız biləcək ki, harda görmüşdünüz bu informasiyanı, həm də altına xətt çəkməyiniz, highlight etməyiniz sizə yardımcı olacaqdır. İndi gəlin baxaq. Complaining is often seen as a negative habit, something people should avoid in order to stay positive. Deməli, şikayət etmək adətən həmişə, ya da doğrusu tez-tez bir negativ vərdiş kimi qəbul edilirdi. Hansı ki, insanlar pozitiv qalmaq üçün ondan boyun qaçırtmalı idilər. Ancaq ki, however, complaining is not always a sign of weakness or dissatisfaction. Ancaq şikayətlənmək heç də həmişə zəiflik və yaxud da razı qalmama göstəricisi deyil. When used wisely, it becomes a powerful way to express needs, solve problems and improve situations. Əgər ağıllıca istifadə olunanda, o güclü bir ehtiyacları ifadə yoluna, problemləri həll etmə və situasiyaları inkişaf etdirmə vasitəsinə çevrilir. What really matters is not the act itself, but the manner in which it's expressed. Burada önəmli olan şikayətlənməyin özü deyil, yəni bu hərəkətin özü deyil, onu hansı tərzdə ifadə etməyinizdir. Many people complain without thinking. Əksər insanlar düşünmədən şikayət edirlər. They repeat the same problems. Eyni problemləri təkrar edirlər. Blame others. Başqalarını günahlandırırlar. And expect change without taking action. Bir hərəkət etmədən, bir addım atmadan dəyişiklik gözləyirlər. This type of complaining spreads negativity and rarely leads to solutions. Bu tip şikayətlər adətən negativlik yayır və çox nadir hallarda həll yoluna aparır. Instead of helping, kömək etmək əvəzinə, it damages relationship and creates tension. O, münasibətləri korlayır və gərginlik yaradır. Constant dissatisfaction can also make a person appear ungrateful or pessimistic. Daimi narazılıq bir insanı belə qədir bilməz və pessimist göstərir. On the other hand, digər tərəfdən constructive complaining can be useful in daily life. Yaradıcı complaining, yəni biz buna nə deyirik? Bir var dağıdıcı, bir də var ki, türklər buna daha çox konstruktiv yapıcı deyir. Azərbaycanda tapa bilsəm deyəcəm. Deməli, yəni yaradıcı deməzdim mən buna. Constructive complaining. Gündəlik həyatda daha faydalıdır. When someone calmly explains an issue, bir insan sakit şəkildə problemi izah edəndə, gives reasons, səbəbləri deyəndə, and suggests improvements və həll yolları, yəni təkliflərini irəli sürəndə, complaining turns into communication. Şikayət kommunikasiyaya çevrilir. For example, expressing concerns at work or school can lead to better conditions and mutual understanding. Misal üçün, İşdə və yaxud da məktəbdəki narahatçılıqları ifadə etmək daha yaxşı şəraitə və qarşılıqlı başa düşməyə, anlamaya gətirib çıxardır bilər. In this case, bu halda complaining is not about anger. Şikayətlənmək qəzəb üzərində olmur, but about responsibility. Yəni qəzəblə əlaqəli olmur, amma məsuliyyətlə əlaqəli olur. Yəni sən işlədiyin yerdə, oxuduğun yerdə məsuliyyəti dərk edirsən və inkişafa çalışırsan. Being good at complaining means knowing when to speak, what to say and how to say it. Şikayət etməyi bacarmaq o deməkdir ki, nə vaxt danışacağını, nə deyəcəyini və necə deyəcəyini bilirsən.
It requires emotional intelligence. O emosional intelligensiya, respect, hörmət və and clarity və aydınlıq istəyir. A person who complains effectively focuses on solutions rather than problems. Effektiv şikayət edən insan problemdən çox həllə fokuslanır. Such complaints encourage change instead of conflict. Və belə şikayətlər konflikt, yəni qarşıdurma əvəzinə dəyişiklikləri təşviq edir. In conclusion, nəticədə, yəni ümumiləşdirsək, complaining itself is neither good or bad. Şikayətlənmək özündə yaxşı və ya pis deyil. Its value depends on attitude and purpose. Onun dəyəri davranışdan və məqsəddən asılıdır. If we learn to complain in a thoughtful and respectful way, əgər biz düşüncəli və hörmətcil bir yolda şikayət etməyi öyrənsək, it can become a tool for growth rather than a source of negativity. O, negativ, mənfilik mənbəyindən daha çox inkişafa yönəlmiş bir vasitəyə, alətə çevrilə bilər. İndi biz burada nə oxuduq? Şikayət negativ olarsa nə olar, pozitiv olarsa nə olar? Düzdürmü? İndi 37-də bizdən tekstin nə haqqında olduğunu soruşur. Baxın, ignoring problems at work. İşdəki problemləri ignor etmək. Bu deyil. The role of complaint in daily life. Gündəlik həyatımızda şikayətlənmənin rolu. Bəli, tam elə budur. Constant complaints, davamlı şikayətlər deyil. Complaining always creates conflicts. Şikayət həmişə konflikt yaradır. The results of unnecessary complaint, lazımsız şikayətin nəticəsi. Baxın uşaqlar, hər bir varianta nisbətən bu tekstdə toxunur. Yəni heç əlaqəsiz variantları onsuz da çox nadir hallarda verirlər. Amma əsas olan burada nədir? Biz elə bir variant seçməliyik ki, heç bu mətni oxumayan insan bizim seçdiyimiz başlığı oxuyub başa düşsün ki, söhbət mətndə nədən gedir. 38-ə baxaq. Burada bizdən mətnə dair correct variant, yəni düzgün variantı istəyir. Complaining is always harmful and causes problems. Şikayətlənmək həmişə zərərlidir və problem yaradır. Yox, pozitiv complaining də var. Bu arada uşaqlar, konstruktiv yaradıcıdan daha çox faydalı, müsbət istiqamətə yönəlmiş, qurucu, yəni yaradıcı deyəndə tamam fərqli bir yaratmaq mənasına gedir. Elə deyil. Daha faydalı və müsbət istiqamətə yönəlmiş şikayətlənmə. Bunu belə ifadə edə bilərəm. İndi davam edək. The way that a complaint is expressed is more important than complaint itself. Bəli, şikayətlənmənin, yəni şikayət etməyin üsulu, ifadə şəkli şikayətin özündən daha önəmlidir. Bir dənə bizdə atalar sözü var idi. Ho-ho dağa qaldırır, ho-ho var dağda endirir. Eyni söhbət. Yəni sənin sözü, istənilən bir sözü nə deməyin yox, necə deməyin önəmlidir. Bu hər bir situasiya üçün keçərlidir, təkcə şikayət üçün yox. Complaints based on anger are more effective than the calm ones. Burada yaxşı oxuya bilmirəm. Deməli, belə deyim də, qəzəb üzərində qurulmuş şikayətlər daha effektivdir. Xeyr. Sirkə nə qədər tünd olsa öz qabını sındırar. Thoughtless complaints never create tension and conflict. Düşüncəsiz şikayətlər heç vaxt gərginlik və konflikt yaratmır. Xeyr, səhvdir. Complaining has the same effect regardless of the way it's done. Yəni şikayətlənmənin necə edilməsindən asılı olmayaraq həmişə eyni effekti var. Bu da səhvdir. 39-da nə istəyir bizdən? How can complaints be useful? Şikayətlər necə faydalı ola bilər, nə fayda verə bilər? By blaming others for every mistake. Deməli, başqalarını hər səhvə görə günahlandırmaqla. Yox. By expressing anger to problemə qəzəb yönəltməklə. Xeyr. By sharing problems and suggesting ways to improve. Bəli, problemləri paylaşmaqla və inkişaf yolları təklif etməklə, həll yolları təklif etməklə.
by repeating the same problems endlessly. Sonsuz şəkildə eyni şeyi deyə durmaq. Xeyr. By ignoring issues and hoping they disappear. Problemləri gözdən gəlmək və ümid etmək ki, onlar yoxa çıxacaq. Xeyr, belə bir dünya yoxdur. 40. Bizdə incorrect, yəni səhv variantı istəyir. Blaming others repeatedly is an effective way to solve issues. Digərlərini günahlandırmaq problemləri həll etməyin effektiv yoludur. Xeyr, hər kəs öz məsuliyyətini üzərinə götürməlidir ki, problemlər həll olsun. Complaints based on anger don't improve relationships. Bəli. Oy, mən bu A-nı niyə çəkdim? Elə incorrect istəyirdisə budur. Deyir ki, qəzəb üstlərində qurulmuş şikayətlər, qəzəblə ifadə olunmuş şikayətlər, relationshipləri, münasibətləri inkişaf etdirmir. Bəli, bu düzdür. Complaining without thoughts doesn't solve problem. Düşüncəsiz şikayətlər problemləri həll etmir. Bu da düzdür. Complaining is constructive when a person expresses the problem clearly. Şikayətlənmə daha faydalıdır, daha qurucudur əgər bir insan problemini aydın şəkildə ifadə etsə. Bəli, bu da düzdür. Being skilled at making complaints means thinking before talking. Şikayətlənmək bacarığı olmaq, o deməkdir ki, danışmadan öncə düşünürsən. Bəli, bu da düzdür. Bizdən səhv variant istəyirdi, o da A-dır. 41-də inspire sözünün paragraf 4-dəki sinonimini istəyir, close meaning. Gələk 4-ə baxaq. Burada bilirsiniz nədir? Encourage, təşviq etmək, həvəsləndirmək, inspire, ruhlandırmaq, ilhamlandırmaq eyni şeydir. Deməli oldu encourage. Okay. When complaining is used wisely, it can. Deməli biz burada ən azı 2 sözü dəyişməliyik. Gedək cümləmizi tapaq birinci. Aha, cümləmizi tapdıq. When used wisely, it can become a powerful way to express needs, solve problems and improve situations. İndi burada nə yaza bilərik? Baxın uşaqlar, gəlin hissəyə bölək. Məsələn, a powerful way əvəzinə a strong method yaza bilərik. Güclü bir metod ola bilər. A strong method. Express need yerinə, məsələn, state need, ehtiyacları bildirmək, bəyan etmək. Solve problems yerinə, məsələn, problem yerinə nə yaza bilərik? Deal with problems or address the issues. Address issues. Issues problemin sinonimidir. Yəni, bu belə qalsın. İndi bu yanda təkrar yazım ki, görə biləsiniz. Sonra improve situations'a nə yaza bilərik? Make better. Yox. Improve situations. Enhance situations. Situasiyanı yaxşılaşdırmaq. Situation yerinə, məsələn, improve circumstances verə bilərik. Və s. Yəni, çox asan cümlədir. Bəzən elə olur ki, elə sözlər olur ki, orada həqiqətən tək bir-iki sinonim tapmaq olur, çətin olur, amma burada kifayət qədər şey dəyişmək olar. İndi baxaraq. Which word from paragraph? Deməli, bizə definition verib. To harm or spoil something. Nəyəsə ziyan vermək və ya da xarab etmək. Paragraf 2-dən bunu tapacağıq. Aha, damage. Zərər vurmaq, ziyan vermək bizim sözümüz olacaq burada. Damage, əl yazımda bağışlayırsınız. Getdik. What would be the result of a complaint without thinking? Düşünmədən şikayət etməyin nəticələri nə ola bilər? Uşaqlar, ola bilər, bəzən elə cümlələr verir ki, məsələn, daha doğrusu inşa başlığı istəyir ki, sizdən nəsə tapa bilmirsiniz. Amma sizə burada kifayət qədər məlumat verib ki, negativ complaining, yəni düşüncəsiz şikayətlənsə necə negativ nəticələr əldə oluna bilər. Buradan özünüzə kifayət qədər sinonimin tapıb, sinonim ilə əvəzləyib özünüzə belə deyim də, ən az 35 sözlük bir şey çıxarda bilərsiniz. Buna indi vaxt ayırmayacağım. Keçək testlərimizə baxaq, videomuz çox uzun olmasın. 45-də bizdən proposition istəyir ki, hər üçünə uyğun gəlsin.
Deməli, baxın, elə leave-dən baxsam, mənim işim asanlaşacaq. Biz bilirik ki, leave feili iki cür işlənir. Ya sözünüsüz işlənir, ya da ki, for ilə işlənir. Ona görə bu üçünü sildim. İndi baxaq, what is this machine used for? Bu maşın nə üçün istifadə olunur? Baxın, mən tamamlığa sual vermişəm. Bilirəm ki, what, who tamamlığa sual olanda sonda sözün ilə işlənə bilir, düzdürmü? Tam yerinə oturdu. It's possible for me to... Üzr istəyirəm uşaqlar. Deməli, mənim üçün yarışı qazanmaq mümkündür. For hər üçün də işə yaradı. Bizdə burada nisbi əvəzlik istəyir. Birinci baxıram ki, birinci ismim canlıdır. Canlıdan sonra biz, ümumiyyətlə which yoxdur birinci tərəfdə və what isimdən sonra işlənməzdir. Yəni what nisbi əvəzliyi yoxdur. Hələ ki bunu çıxdaş elədim, düzdürmü? İkinciyə baxıram ki, bax bu tərəfdə də isim var, bu tərəfdə də isim var. Mən bilirəm ki, iki isim arasında nə gəlirdi? Whose gəlirdi. Lap bilməsəm belə, bu yadıma düşməsə belə, uşaqlar, student canlıdır. Canlıdan sonra which olmaz. Baxın, bunları da sildim. Bir dənə bu what-u da siləcəkdim, çünki what nisbi əvəzliyi yoxdur. Yenə də əlimdə A bəndi qalacaqdı. 47, burada məndən agreement istəyir. Baxın, not only studying but also practicing is necessary. Bu correlative conjunctionlarda biz xəbər yaxın olduğu mübtəda ilə uzlaşır. Burada da gerunddur deyə mən də bilirəm ki, gerundun xəbəri həmişə tək olur. Bu səhv. Both the laptop and the tablet. Deməli, biz bilirik ki, both və and olmasa belə tək both'un xəbəri həmişə cəmdə olmalıdır. Neither of the options is suitable for our project. C düppədüzdür. Neither of-un xəbəri təkdə olur. Either the workers or the boss delivers a grocery. Yuxarıda dediyimiz kimi correlative conjunctionlarda, yəni iki hissədən ibarət olan paralellik bağlayıcılarında xəbər özünə yaxın olan mübtəda ilə uzlaşır. Burada the boss üçüncü şəxsin təkindədir deyə burada delivers olmalıydı. Spending time with friends is essential for emotional well-being. Biz bilirik ki, əgər cümlədə mübtəda, gerund və ya məsdərlə ifadə olunarsa, xəbərimiz həmişə təkdə olmalıdır. 48. Burada nədir? Bu conjunction'dır. The task was complicated. Tapşırıq mürəkkəb idi. Nobody could finish it on time. Heç kim onu vaxtında bitirə bilmədi. Ona görə burada mənə so olacaq. Baxın, saçdan sonra isim gəlməlidir, sildim. Burada bir seçim yoxdur ki, mən ya da deyim, düzdürmü? Burada iki dənə də əlim belə deyim də mənə seçim də verməyib ki, nəinki bu, həm də o deyim. Yenə burada o mu, bu mu, bu da yoxdur. Burada mənə nə deyir? Tapşırıq elə mürəkkəb idi ki, heç kim onu həll edə bilmədi, vaxtında bitirə bilmədi. 49. Bu kompleks obyektdir. Yox, kompleks obyekt deyil. Sözləri bilib yerinə qoymaq lazımdır. Baxın, remind xatırlatmaq, revise təkrar etmək, refuse imtina etmək, reject imtina etmək, retire nə idi Azərbaycanca? Təqaüdə çıxmaq, pensiya deyəcəkdim. Təqaüdə çıxmaq. İndi mənim burada işimə elə retire yarayacaq. She decided to retire early because of health reasons. Sağlamlıq səbəblərindən o erkəndən təqaüdə çıxmağı qərara aldı. Davam edirik 50. Bizdən yenə bağlayıcı istəyir. She missed the first lecture. The notes were unavailable. She asked a classmate for help. Deyir ki, o ilk lecture nə idi? Mühazirə. Adımdan çıxmışdı lecture sözünün Azərbaycancası. Deməli, mühazirə. O ilk mühazirəni ötürmüşdü, getməmişdi ora. Qeydlər də unavailable idi, yəni əlçatan deyildi. Ona görə she asked a classmate for help. Deməli, burada nəsə səbəb var ki, o classmate-indən, yəni sinif yoldaşından kömək istəyib. Düzdürmü? Deməli, mənə çünki lazımdır. Baxın, in spite of
güzəştdir. In spite ümumiyyətlə düzgün deyil. Despite də güzəştdir. Bunların heç biri mənə işimə yaramır. Because of-dan isə sonra cümlə gəlməz. İsim və yaxud da söz birləşməsi gəlir. Ona görə bu da işimə yaramır. Burada təkcə A olur. O birinci mühazirəni ötürmüşdü və notlar da əl çatan deyildi. Ona görə o istədi, kömək istədi. 51. Burada gerund və neydi onun adı? Məsdərin işlənməsidir. Düzdürmü? Biz bilirik ki, gave up. Baxın, burada söz önü var. Harada söz önü gördüm, mən gerund axtaracağım. Düzdürmü? Decide feili isə özündən sonra həmişə məsdər istəyir. Biz bunu toplumdakı testləri işləyərkən çoxlu decide feilindən görmüşdük nümunə. 52. She was talking on the phone. O telefonla danışırdı sürəndə. While sürərkən. Burada nə güzəşt mənə işimə yaramır, bu da güzəştdir, nə də burada səbəb işimə yaramır. Mənə while verməliyəm ki, hər iki hərəkətin eyni paralel vaxtda baş verdiyini bildirim. 53. Baxın, bu complex object. Expect 3-cü kateqoriyadır. 3-cü kateqoriyadan sonra complex objectin feili məsdər olmalıdır, to ilə işlənməlidir. Let feili isə birinci kateqoriyadır. Birinci kateqoriyadan sonra isə heç nəsiz feil baza formada işlənməlidir. 54. Had better. Had better would rather'dan sonra uşaqlar. Əgər obyekt yoxdursa, biz sadəcə baza forma işlədik. Baza forma nədir uşaqlar? Baxın, to play feildir, düzdürmü? Burada to-nu atıram, məsdər hissəciyini atıram. Bu yerdə qalan hissə mənim feilimin baza formasıdır. Biz had better və would rather'dan sonra əgər obyekt yoxdursa, həmişə baza işlədir. Bazanın inkarı necə olur? Play, not play. Be, not be. Ona görə də mənim birinci variantım düzdür. 2-yə baxırıq. Need modal feildirsə, yəni sualı inkarı özü ilə düzəlibsə, ondan sonra to işlənməz. Birbaşa digər feil gəlməlidir. Have to-nun inkarı belə düzəlmir. Köməkçi ilə düzəlməlidir. Would rather'dan sonra dedik ki, baza gəlməlidir. Məsdər olmaz, əgər obyekt yoxdursa. 5-də need feilindən sonra save feil gəlibdir, heç nəsiz gəlibdir, düzdür. Deməli, bu need modaldır, bu da əsas feilimdir. 1 və 5 düzgün variantım olacaq. 55. Everybody burst. Baxın, biz bilirik ki, everybody törəmələrin xəbəri təkdə olur. Düzdürmü? Əgər burst feili isə, qaydasız feil hər üçü forması eynidir. Əgər bu indiki zamanda olsaydı, burada S şəkilçisi olardı. Çünki everybody xəbəri təkdə istəyir. Amma burada S şəkilçisi yoxdur deyə mən bilirəm ki, bu keçmiş zamandadır. Düzdürmü? Bu keçmiş zamandadırsa, baxın, mən indikiləri sildim. Düzdürmü? Cümləm təsdiqdədir. Ona görə inkarı da sildim. Burada əsas feil veribdir. Yəni, mən to be işlədə bilmərəm. Bunu da sildim və mənim əlimdə təkcə düzgün variant Y qaldı. 56. Zaman uzlaşmasıdır. Since görən kimi mən bilirəm ki, mənə since-dən əvvəl bitmiş zaman lazımdır. Düzdürmü? Baxın, C-ni sildim. Y-ni sildim. Mənə since-dən əvvəl bitmiş zaman lazımdır. Have been-i də silirəm. Çünki Cavidan 3-cü şəxsin təkidir. Have been olmaz. 2 dənə variantım qaldı. Baxın, deyirəm ki, o workshopda leadership workshopuna qatılandan bəri daha confident, özünə güvənli olubdur. Deməli, bu qatılıb da keçmişdə və ondan bəridir ki, confidentdir. Bu olacaq mənim B variantım. Keçmişdə başlayıb, indiyə qədər davam edən hərəkətə indiki bitmişlə ifadə edirdik. Laf bunu bilməsəniz belə, tapa da bilməsəniz belə, uşaqlar, baxın, burada he var. 3-cü şəxsin təkidir. 3-cü şəxsin təkindən sonra feil S şəkilçisi qəbul etməlidir indiki zamanda. Bu da işimə yaramır. Sadəcə B bəndə düzgündür burada. 57. Cümlə qurmaq üçün uşaqlar, biz birinci mübtəda, baxın, söz sırasını xatırlamalıyıq. Mübtəda, xəbər, tamamlıq, yer zərfi
və zaman zərfi strukturuna fikir verməliydik. Düzdürmü? Əsas olan buydu. İndi baxıram ki, burada əmr cümləsinə oxşuyur. Baxın, özünü günəşin şüalarından qoru. Əmr cümləsi necə başlayırdı? Əmr cümləsində mübtəda olmurdu, xəbərlə başlayırdı. Ona görə olacaq 5, 1, 4, 2, 3. Protect yourself from the sun rays. C bənd. 58. Sözünü. Sözünü, əgər burada gün varsa, mən bilirəm ki, 10 işlədirəm. Düzdürmü? Belə bir dənə də B variantımdır. Saatlarla isə ət işlədirik. İşə gecikməkdə late for work. B variantı düppədüz. Sinonim istəyir məndən. 6. Dəyişmək, change dəyişmək. Betray xəyanət etmək, believe inanmaq, reduce azaltmaq, improve inkişaf etdirmək, deny etiraz etmək, reject etiraz etmək, rədd etmək hər ikisi, establish qurmaq, found qurmaq, əsasını qoymaq. Deməli 1 4 5 düzgün variantım oldu. 60-a baxırıq. Biz bu so duayı, neyzə duayı keçəndə bilirdik ki, birinci cümlə hansı halda, yəni təsdiq və ya inkar nədirsə, ikinci mənim cavabım da, qısa cavabım da o şəkildə olmalıdır. Burada inkarlıq varsa, deməli mən burada da inkar axtarmalıyam. Baxın, C-də təsdiq cümlədir, silirəm. D yenə təsdiqdir, bunu da silirəm. Burada inkarlıq var. Mən də bilirəm ki, hardly özü inkarlıq ifadə edir. Ona görə bunun üçünü baxdım, saxladım. Sonra nə bilirəm bu haqda? Mənim xəbərim, daha doğrusu zamanım dəyişmir. Burada əgər məndə, belə deyim, burada indiki sadə veribsə, deməli mənim ilk cümləmdə indiki sadədə olmalıdır. Baxın, A bitmişdədir. Bunu sildim. Y isə keçmiş zamandadır. Niyə? He feili indiki, daha doğrusu let feili indiki zamanda olsaydı, üçüncü şəxsin təkində S şəkilçisi qəbul edərdi. Ona görə Y-ni də silirəm. Mənim əlimdə sadəcə B qalır. Baxın, negativ inkarlığım varmı? Var. Have to modalın sual inkarı nə ilə düzəlir? Do, does köməkçi ilə düzəlir. O da düzdür. İndiki zamandadır. Bəli, indiki zamandadır. B bəndi düzdür. Listening uşaqlar. Qulaq asdığınızı varsayaraq əslində baxa bilərəm testə. Baxın, burada yuxudan danışırdı bizə. Üz üstə yatmağın, arxası üstə yatmağın, yan üstə yatmağın insanın bədəninə, sağlamlığına təsirlərindən. Baxın, how sleeping hours affect people. Burada yatma saatlarından söhbət getmirdi. What causes snoring? Xoruldamağa səbəb nədir? Bəli, orada xoruldamağın adını çəkirdi. Arxası üstə yatanda xorulduyur adam. Amma bütün tekst bu haqda deyildi. How different sleeping positions affect health? Bəli, elə düzgün cavab budur. Müxtəlif yatma pozisiyaları sağlamlığa necə təsir edir? 32. Bizdən düzgün cümləni istəyir. People sleep in the same way. Xeyr, insanlar eyni formada yatmır. Experts say that people never sleep on their back. Ekspertlər deyir ki, insanlar heç vaxt arxası üstə yatmırlar. Səhvdir. Sleep positions can have an impact on health. Baxın, bu düzdür. Yatma pozisiyaları sağlamlıq üzərində təsiri var. Digərlərinə baxmıram, artıq vaxtımız getməsin. 33. What helps the back stay straight? Belə belimizin düz qalmağına nə kömək edirdi? Sleeping on the side, yan üstə yatmaq kömək edir. 34. Cümləni tamamlamaq istəyir. Modern research showed that sleep positions can change how body feels in the morning. Bilmirəmsə belə idi. How the body feels in the morning. Bədənin səhər ayılanda necə hiss etdiyini, yəni buna təsiri var. Burada field sözünü yazanlar var idi uşaqlar. Belə yazanlar var idi. Yəni bu sahə deməkdir. Əkin sahəsi, nə bilim, sahə, ərazi. 35. What does sleeping on the stomach often cause?
Üzü üstə yatmaq nəyə təsir edirdi? Səhv etmirəmsə, indi xatırladığım qədərilə back pain, neck pain idi. Bel ağrısına və boyun ağrısına şey edirdi. Neck pain. İndi mən burada qısa-qısa yazdım uşaqlar. Baxın, sizə xüsusi sual verilibdir. Biz bilirik ki, qısa cavablar ümumi suallarda olur da. Do you go to school desəm, yes I do or no I don't deyəcəyik, qısa cavab verəcəyik. Amma xüsusi sual verilibsə, xüsusi sual o deməkdir ki, sizdən tam informasiya tələb edir, tam cavab tələb edir. Bunu yazanda yazacaqsınız ki, sleeping on the stomach causes back pain and neck pain. Tamam mı? Yəni mən burada qısa yazmağıma baxmayın, vaxta görə elə yazdım. Ways ilə də different işlənmişdi. Səhv etmirəmsə, yadımda qalan qədərilə listening. Bu qədər uşaqlar. Ümid edirəm ki, sizin üçün faydalı olar. Hər hansı bir sualınız varsa, əlbəttə ki, rəylərdə qeyd edə bilərsiniz. Təşəkkür edirəm.